Deməli, uşaqlar salam bir daha. Həmin test tiplərini zaten təkrar verirəm. Demək, baxın, diqqətlə qulaq asın. Bir daha başa düşməyən uşaqlar üçün təkrar izah edirəm. Demək, alqoritmin nəticəsini müəyyən edin. Burada bu faiz işarəsi bölünmədən alınan qalığı, tam işarəsi isə bölünmədən alınan tam hissəni tapmaq üçündür. Bunu bayaq qeyd elədik. Fikir verin, burada görürsünüz ki, 2 dənə dövr var. Bir dənə dövr burada baş verib. Yəni təkrarlama. Bir dövr də burada baş verib. Riyazi model olaraq nəyə baxırıq? İlk öncə biz i dəyişənindən, ümumiyyətlə şərtə baxırıq. Şərti görürük ki, i dəyişənin üzərində aparıb. Yəni, i kiçikdir 20 şərti daxilində burada təkrarlanmalar gedib. i kiçikdir 20 şərti daxilində təkrarlanmalar gedibsə, indi görək ki, i nə zaman ki 20-dən böyük bərabər olur, o zaman artıq bu dövr dayanmış olur, da dövrün gövdəsinə düşmür. Yəni, bunun üçün biz baxırıq, bizə lazımdır ki, bu dövrün gövdə hissəsi neçə dəfə icra olunub. Bilmirik, deyirik ki, k dəfə icra olunub. Yəni, hər hansı bir dəyişən daxil edirik də, k dəfə icra olunur. İndi, i dəyişəni 7 ilə başlayıb. Dövrün gövdəsində hər dəfə 3-3 artıb. Neçə dəfə artdığını bilmirəm, deyirəm ki, k dəfə 3-3 artıb i dəyişən. Deməli, i dəyişəni 7 qiyməti ilə başlamışdı. Hər dəfə 7-nin üzərinə 3 gəlmişdi, k dəfə. K dəfə 3 gəlmişdi. Nə zaman dayanmışdı? Artıq i kiçikdir 20 yox olduqda, yəni i 20-dən kiçik olmadıqda. i-nin 20-dən kiçik olmaması, i-nin böyük bərabərdir 20 olması deməkdir. Demək, burada nə qərara gəlirik biz? Buradan bunu başa düşürük ki, demək, i böyük bərabərdir 20, yəni 7 üstünə gəl 3k böyük bərabərdir 20 olacaq. O zaman 3k böyük bərabərdir 13-dən, k da böyük bərabərdir 4 tam nə qədər? İndi bizə nə lazımdır? Dövrlərin sayı lazımdır. 4 tamdan böyük dövrlərin sayı deməli ən azı 5 dəfə icra olunmalıdır. Yəni artıq 5-ci təkrarda bu dövrdən çıxış eləyəcək. Yəni k 5-ə bərabərdir bizdə. Dövrlərin sayını tapdıq. İndi fikir verin. K 5-dir. K 5-dirsə o zaman nə baş verəcək? 5-dirsə bizə f lazımdır da. Çünki burada görürsünüz ki, artıq f-i götürüb çıxır burada, gedir dövrdə nələrsə icra edir. İndi f görür ki, k 5 olanda, indi görək f-in üzərində nə icra olunur. Deməli, dövrün gövdəsi 5 dəfə icra olunursa, bu f üzərindəki əməliyyatda 5 dəfə icra olunur. F-in üzərində hansı əməliyyat icra olunur? F 1 ilə başlayır, 1-i hər dəfə 2-yə vurur. Neçə dəfə 2-yə vurur? 5 dəfə 2-yə vurur. Deməli, f bərabər olur, f bərabər olur. F vurulsun 2-yə, neçə dəfə? K dəfə, yəni 2 üstü k. F vurulsun 2 üstü k. Yəni, f-i 2-yə vurur k dəfə. F vurulsun 2 üstü k. Bərabərdir. F bizdə 1 ilə başlamışdı. 1-i vurur 2 üstü k-ya. K-nı da biz tapmışdıq 5. 2 üstü 5. Demək ki, nəyə bərabər oldu? Bu bərabər oldu 32-yə. Demək, buradan belə başa düşdük ki, f-in son qiyməti oldu 32. Burası belə. Yəni, birinci artıq hissə ilə bizim işimiz bitdi. F 32 qiyməti ilə qaldı sonuncu dəfə. i də neçə ilə qaldı? Deməli, 5 dəfə icra olundusa, 5 dəfə son 5 plus 7, 22 qiyməti ilə qaldı. i onsuz da bizə burada lazım olmayacaq. Bizə bu hissədə, ikinci hissədə f lazımdır. F 32 ilə götürüb. İndi burada nə icra edir? Fikir verin burada. 32 qiyməti ilə başlayıb, nə qədər ki 32 böyükdür 0-dan. Yəni, yenə də, belə deyək də, 32 böyükdür 0-dan. Nə qədər ki, f-in qiyməti 0-dan böyükdür, artıq yəni f-in qiyməti kiçik bərabərdir 0 olana qədər biz gedərik və o icrada f-in üzərində hansı əməliyyat icra edib? Hər dəfə f-i 5-ə bölə-bölə gedib. Yəni, hər dəfə 5-ə bölüb tam hissəni götürüb. Ədədi 5-ə bölüb tam hissəni götürüb, 5-ə bölüb tam hissəni götürüb. Bu nə deməkdir? Hər dəfə ki, natamam qisməti yenidən 5-ə bölüb. Yəni, f-in üzərində bu əməliyyat icra edib. Deyilsə, f-in 5-ə bölünməsindən alınan qalığı götürüb. Artıq buradan biz nə başa düşürük? Əgər ədədin 5-ə bölünməsindən alınan qalıq
5'ə bölünməsindən alınan tam hissədirsə, deməli buradan belə başa düşürsünüz ki, bu ədədi onluq say sistemindən 5'lik say sisteminə keçirir. Çünki biz onluqdan 5'liyə də keçirəndə belə eləyirdik. Yəni f'imiz bizim 32 idi. 32'ni biz onluqdan 5'liyə keçirtməkdən ötürü 32'ni 5'ə bölürdük. 32 5'ə 6 dəfə tam bölünür, 2 qalıq qalır. Bax bu D olur 2. F olur tam hissə, yəni 6. 6'nı təkrar 5'ə bölürük. Görürsən? Təkrar 5'ə bölürük. 6 5'ə bu səfər bir dəfə bölünür. 1 qalıq qalır. Bu qalıq yenə də D idi. Təkrar 1'i bölürük 5'ə. 1 də 5'ə bölünür. Deməli 0 dəfə 1 qalıq qalır. Qalıqları götürürük 1 1 2. Yəni neynədik? 32 ədədini onluq say sistemindən 5'lik say sistemə çevirdik, elədi 1 1 2. İndi bu 1 1 2 qalıqlar idi də. Qalıqlar hər dəfə nəyə mənimsədilib? D-yə mənimsədilib. Qalıqlar hər dəfə D-yə mənimsədilib və qalıqları da S-in içərisində cəmləyib. Hər dəfə S-in üzərinə gəlib D-ni. Hər dəfə S-in üzərinə D-ni gəlib. Yəni S bizdə nə idi? 0 idi. 0'ın üzərinə birinci D-ni gəlib, yəni 2'ni gəlib. Növbəti dəfə S olub 2. İndi 2'nin üzərinə D-nin yeni qiymətini 1'i gəlib, olub 3. 3'ün üzərinə təkrar növbəti 1'i gəlib, olub 4. Deməli son qiymət olub 4. Yəni qısa şəkildə desək, burada nəyi icra edir? Əgər siz f böyükdür 0 şərti daxilində hər dəfə f-i, yəni dəyişəni, burada f olmasa hər hansı bir dəyişən olsun, dəyişənin hansısa bir ədədə bölünməsinə alınan tam hissə ilə f-ə yeni qiymət mənimsədirsə, məsələn, f bərabərdir f bölünsün 5, tam bölünsün 5, ya da f bərabərdir f tam bölünsün 3, f bərabərdir f tam bölünsün 7, görürsünüzsə. Digər tərəfdən qalığı da hansısa bir dəyişənin içərisində saxlayırsa, bilin ki, bu ədədin həmin say sisteminə çevrilməsi prosesidir. Yəni burada məsələn ədədi 32 ədədin onluqdan 5'liyə keçirdi və onun rəqəmlərini götürüb S-in içərisində cəmlədi. Bu rəqəmləri D-nin içərisində saxlayır, sonra ondan hər hansı bir vasitə üçün istifadə edə bilər, vura bilər, nə bilim, əlavə nə cürsə istifadə edə bilər. Əsas məsələ o deyil. Əsas məsələ burada budur ki, ədədi 5'lik say sisteminə çevirir. İndi bir izahla da deyəcəm, addım-addımını da izah edəcəm. Bu riyazi modeli ilə deyirəm hələ ki. Və sonda da neynədir? Deməli, ədədimiz burada dövrün gövdəsi 5 dəfə icra olundu. 5 dəfə icra olunduğu üçün də f-in qiymətini aldı 32. F 32 qiyməti ilə gəldi növbəti dövrə. Növbəti dövrdə artıq biz tam hissə və qalıq görürüksə, deməli, ədədi 5'lik say sisteminə çevirdi. Biz də çevirdik 32'ni 5'liyə, aldıq 1 1 2 5'likdə. Burada neynədir? Burada onun rəqəmlərini S-in içərisində cəmlədi. Yəni 5'likdəki rəqəmlər. 5'likdəki rəqəmləri də 1'dir, 1'dir, 2'dir. Bunların cəmi də eləyir 4. Doğru cavab eləyir 4. Yəni riyazi model olaraq bu belədir. İndi uşaqlar bir yoxlama ilə əgər desək, yəni əhəmiyyətini başa düşmək istəyirsinizsə, bir yoxlama ilə bir dəfə baxın. Amma həll edən zaman mütləq ki, riyazi model ilə həll edin. Yəni nə edib, nə iş görüb burada? İndi gəlin ona baxaq. Baxın. İlk öncə uşaqlar. Bizdə başlamışdı bax i7 qiyməti ilə. i başlayıb 7 ilə, s başlayıb 0-dan, f başlayıb 1 ilə. i kiçikdirmi 20? i bizdə nədir? 7-dir. 7 kiçikdirmi 20-dən? Hə. f bərabər olur, f vurulsun 2. f bizdə 1-dir, 1 f 2 2. i bərabər olur. i plus 3. i bizdə 7 7 üstü 3 10. Təzdən gəlir. 10 kiçikdirmi 20-dən? Hə. F bərabər olur. F vur 2. F bizdə nədir? 2. 2 dəfə 2 4. I bərabər olur 13-ə. Növbəti dəfə. 13 kiçikdirmi 20-dən? Hə. F bərabər olur. F vur 2. Yəni F-in son qiyməti bizdə 4 idi. 4 dəfə 2 8. I bərabər olur 16-ya. Təzdən. 16 kiçikdirmi 20-dən? Hə. F bərabər olur. F vurulsun 2. Yəni 8 dəfə 2 16. I bərabər olur 19-a. Növbəti dəfə 19 kiçikdirmi 20-dən? Hə. I bərabər F bərabər olur 16 vur 2 32-yə. I bərabər olur 22-yə. Artıq gəlir 22 kiçikdirmi 20 yox, dayanır. Yəni neçə dəfə icra getdi? Baxın 1 2 3 4 5 dəfə icra getdi.
F axırıncı dəfə 32 qiyməti ilə, I isə 22 qiyməti ilə dayandı. Bir-bir yoxlama ilə belədir də bu. İndi biz nəyi aldıq? F-in son qiyməti bizə lazım idi. F-in son qiymətini aldıq. Deməli 32. İndi baxın. F-imiz oldu 32, I-imiz də oldu 22. I bizə lazım deyil onsuz da, amma bizə əsas lazım olan burada F-dir. Amma son qiymətlərimizi yenə də yazaq burada və davam edək. Artıq I bizdə oldu. Sonuncu halda 22. F də bizdə oldu 32. İndi gəldi. 22 kiçikdir 20 yox. Keçdi bu tərəfə. İndi bura keçir. Bura keçəndə F 32'dir. 32 böyükdürmü sıfırdan? Hə. Gəlir. D bərabər olur. Baxın buradan yazıram. D bərabər olur. F-in 5'ə bölünməsindən alınan qalıq. 32'nin 5'ə bölünməsindən alınan qalıq eləyir 2. Ondan sonra F bərabər olur. F-in 5'ə bölünməsindən alınan tam hissə. 32'nin 5'ə bölünməsindən alınan tam hissə eləyir 6. S bərabər olur. S plus D. S bizdə 0 ilə başlamışdı. 0 üzərinə D-ni gəlir. Yəni 2'ni. S olur 2. İndi D 2'dir. F 6'dır. S də 2'dir. İndi növbəti halda. Yenidən dövrə qayıdır. Bu ox buradan olmalıdır. F böyükdürmü 0'dan? Dedik ki 6 böyükdürmü 0'dan? Bəli. Düşün yenədən. D bərabər olur. F-in 5'ə bölünməsindən alınan qalıq. F 6 idi. 6'nın 5'ə bölünməsindən alınan qalıq eləyir 1. F bərabər olur. F-in 5'ə bölünməsindən alınan tam hissə. 6'nın 5'ə bölünməsindən alınan tam hissə deyilir 1. S bərabərdir. S plus D. S bizdə 2 idi. D-nin yeni qiyməti 1-dir. 2 üstə 1 elədi 3. Yenidən dönür gəlir. F böyükdürmü 0'dan? F-in son qiyməti nə idi bizdə? Deməli, F-in son qiyməti 1 idi. 1 böyükdürmü 0'dan? Hə. Düşür yenidən D bərabər olur. F-in 5'ə bölünməsindən alınan qalıq. 1'in 5'ə bölünməsindən alınan qalıq eləyir 1. F bərabər olur 0. Yəni 1'in 5'ə bölünməsindən alınan tam hissə eləyir 0. S də bərabər olur. S plus D. S'in son qiyməti 3 idi. 3'ün üstünə 1'i gəldi. Oldu 4. İndi növbəti dəfə gəldi. F böyükdürmü 0'dan? F bizdən artıq 0'dır. 0 böyükdürmü 0'dan? Yox. Gedir çıxışı S-i verir. S-imiz də nə idi? 4'dür. Doğru cavab eləyir nə? 4. Təbii ki bu, yəni izahdan ötürü bunu bir-bir, yəni əhəmiyyətin sizi izah eləməkdən ötürü bir-bir baxdım. Amma əsas qaydası bayaq izah elədiyim qaydadır. Yəni burada təkrarlamaların sayını tapırıq. F-in son qiymətini ona əsasən müəyyən edirik 32 ilə. Gəlirik, burada əgər siz qalığı və tam hissəni görürsünüzsə, bilin ki onu onluqdan burada verilmiş həmin say sisteminə çevirir. Görürsünüz ki, həmin say sisteminə çevirən zaman D-nin içərisində D-yə hər dəfə qiymət mənimsədir. Yəni D-nin içərisində həmin ədədin 5'lik say sistemindəki rəqəmləri göstərilir. Və həmin rəqəmləri də nə edir? S-in içərisində cəmləyir. Bu belə. Bu qaydanı həll edərsiniz. Digərlərinə də, buna oxşar tapşırıqlara da uyğun qaydada baxarsınız. Əgər orada bir qədər fərqlilik olarsa, yəni nə bilim, indi bayaqki tapşırıqda baxdıq sizlə, orada tək rəqəmlərini soruşa bilər, cüt rəqəm. Yəni bir də əlavə bura şərt verir də. Deyir ki, əgər o D təkdirsə və yaxud cütdürsə, onu vur həmin rəqəmləri ya da topla. Yəni bu kimi əlavə şərtlər verə bilər. O şərtlər də sizi çaşdırmasın. Bu qədər.